Bəli uşaqlar, deməli növbəti 11-ci sınağımıza baxırıq. 3-cü qrup. Birinci sual baxırsınız ki, ibtidai icma quruluşuna aiddir. Burada deyir uyğunluq gözlənilmişdir. Orta Tunc dövrü və Son Tunc ilk dəmir dövrünə aid məsələlər soruşulur. Ayaqla hərəkətə gətirilən duluz çarxlarının zəhmət olmasa buranı yazmayın uşaqlar. Səsi bağlayın, diqqətlə qulaq asın. Orta Tunc və Son Tunc dövrü. Ayaqla hərəkətə gətirilən duluz çarxlarının istifadə Son Tunc ilk dəmir dövrüdür. 2-yə A variantı düşür. Deməli, sonra duluzçuluğun meydana gəlməsi Neolit dövrüdür, heç birinə aid deyil. Boyalı qablar mədəniyyəti Orta Tunc dövrünə təsadüf edir, formalaşması. Sonra ilkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövrüdür. Sənətkarlardan tacir qruplarına ayrılması isə Son Tunc ilk dəmir dövrünə düşür. Deməli, Orta Tunc dövrünə nəyi tapdıq? Baxaq, boyalı qablar mədəniyyəti 1-ə C variantı düzdür. Sonra şəhər mərkəzləri D variantı eyni zamanda düzdür. Son Tunc dövründə isə aiddir ayaqla hərəkətə gətirilən duluz çarxları, bir də sənətkar tacir qrupları. Yəni cavab D variantıdır. Sonra deməli növbətiyə baxaq. Deməli, deyir ki, Brexit planı ilə Avropa Birliyindən ayrılan dövləti müəyyən edin. Brexit planı 2020-ci ilə aiddir. Böyük Britaniya ayrılmışdı Avropa Birliyindən. Deməli, 2 Böyük Britaniyadır, yəqin bilirsiniz. 3 burada Fransadır. 4 Almaniya Federativ Respublikasıdır. 5 Rusiyadır. 1 isə Türkiyədir. Bizə aid olan deməli Böyük Britaniya, yəni 2 D variantı. Sonra Manna hökmdarı Ahşerinin hakimiyyət dövrü üçün səciyyəvi cəhətdir. 675-də gəlib eradan əvvəl 652 kimi hakimiyyətdə olub. Assuriya ərazisinə hücum edilməsi düzdür. Çünki Manna hökmdarı Assuriya ərazisinə hücum edib, hətta onları məğlub da etmişdir. Baxın, Urartu hökmdarı ilə ittifaq bağlanması səhvdir. Çünki ümumiyyətlə Urartu hökmdarları, ümumiyyətlə Urartu dövləti Ulusunun dövründən sonra Mannaya hücum etməyib və yaxud da ki, əlaqəsi olmayıb. Sonra Mannanın yenidən Assuriyadan asılı vəziyyətə düşməsi deyir. Yanlış cümlədir, çünki müstəqil xarici siyasət yürütmüşdür. Assuriyanın paytaxtını ələ keçirməsi səhvdir. Bunu Midiya ələ keçirib, süqut uğradıb 605. Midiyaya qarşı Assuriya ittifaq bağlanması səhvdir. Əksinədir. Assuriyaya qarşı Midiyana yaxınlaşıb. Cavabımız oldu A variantı. Sonra Karra döyüşü eradan əvvəl 53-dür. Uşaqlar yəqin bilirsiniz. Amid döyüşü 359-cu ildir. Ortaq xüsusiyyət soruşulur. Alban qoşunlarının Sasanilərin müttəfiq olması səhvdir. Ümumiyyətlə, Karra döyüşü Sasanilərin dövrünə təsadüf etmir. Müttəfiqlər tərəfindən Roma qoşunlarının məğlub edilməsi düzdür. Məsələn, Karra döyüşündə Parfiya ilə Atropatena müttəfiq idi və nəticəsində məğlub etmişdi Romanı. Amid döyüşündə də Sasanilərlə müttəfiq idi. Deməli, Albanlar Romanı məğlub etmişdi. 359-cu il Amid, eradan əvvəl 53-cü il isə Karra döyüşüdür. Burada C bəni Parfiya, Atropatena müttəfiq olması Karrada var, Amiddə yoxdur. Eradan əvvəl 1-ci əsrin ikinci yarısı, Karra döyüşü eradan əvvəl 1-ci əsrin, bilirsiniz ki, 1-ci yarısıdır. Amiddəki deməli eramız 4-cü əsrdir. Albaniyanın öz ərazilərini geri qaytarması səhvdir. Karranın Albaniya aidiyyəti yoxdur. Sonra Albaniyada 5-ci sual, Mehranilər sülaləsinin hakimiyyəti dövrü 7-ci əsrdədir, yəqin bilirsiniz, 630-da gəlib, hakimiyyəti 705-ə qədər oldu. Bizans imperiyası ilə ittifaq bağlanması düzdür. 654-cü il, cavabımız A variantıdır. Sonra Abbasilər xilafətinə qarşı səhvdir. Ümumiyyətlə, Mehranilər sülaləsi Abbasilərin dövrünə təsadüf etmir. Abbasilər hakimiyyətə gəlib 750-ci ildə. Bizansa qarşı Xəzər xaqanlığı ilə ittifaq yaradılması o səhvdir. Çünki Xəzərlərlə ittifaq olub, diplomatik əlaqə olub, amma Bizansa qarşı deyil. Bizansla yaxınlaşıb ərəblərə qarşı, yəni A variantında olduğu kimi elə cavabımız da A'dır. Sonra Şimal Canşinlik səhvdir. Bu Xosrovun dövrünə daxil edilib. Mehranlərə aidiyyəti yoxdur. Xristian dini atqanların qəbul edilməsi də deməli aiddir 3-cü Mömin Vaçaqanın hakimiyyəti dönəmi. Yəni 5-ci əsr. Sonra deməli 6-cı sual deyir ki, 9-11-ci əsrlər Azərbaycan hökmdarlarına aid uyğunluğu müəyyən edin. Əbu Tahir, Əbüləsvar Şavur. Deməli,
Əbu Tahir Şirvanşah hökmdarıdır. Əbrəsvar Şavurda Şəddadi hökmdarıdır. Beyləqanın Şəddadilər dövlətinə birləşdirilməsi Fəzl ibn Məhəmmədin dövründədir. Dövləti qüdrətləndirmişdi eyni zamanda. Səlcuq dövləti ilə müqavilə bağlanması 1054-cü ildə Əbrəsvar Şavura düşür. Biri aiddir B variantı, 2 dənə variant da var. Müstəqil dövlətin əsasının qoyulması bunun heç birinə aid deyil. C variantlarını çıxırıq. Sonra paytaxtın Şamaxıya köçürülməsi Əbu Tahirə aiddir. Yəni paytaxtı Şamaxı şəhəri etmişdir. Biri aiddir. Əbrəsvar Şavura dediyi aid oldu. B, 2-yə aid oldu B variantı. Sonra bir də Y variantı. İqtisadi sahədə orduda islahatlar keçirib Əbrəsvar Şavur. Əbu Tahirə də aiddir paytaxtı Şamaxıya köçürüb 918-ci il. Baxmısınızsa, əvvəl Şirvan idi, sonra Şamaxı, sonra isə Bakı olmuş. Cavabımız oldu D variantı. Əbu Tahir paytaxtı Şamaxıya köçürür. Əbrəsvar Şavur deməli, yəni baxaq Beyləqan yox. Müstəqil dövlətin əsasını qoyması yox. 2-yə aiddir B variantı, bir də Y variantı. C variantı. 1 D, 2 isə B, Y. Sonra Hülakilər və Cəlalilər dövlətlərinə aid oxşar cəhət soruşulur. Baxın, Qızıl Ordu dövlətinin hücumuna məruz qalması düzdür. Cəlalilər də qalıb Toxtamışın dövrünə hücum olunur. Qızıl Ordu ilə mübarizə, Hülakilər də ki, elə Qızıl Ordu tərəfindən süquta uğradılar. Cavab A-dır. İlk paytaxtının Marağa olması Hülakilərə aiddir, amma Cəlallərdə Bağdad olub, bilirsiniz. Qaraqoyunlu dövləti ilə müharibə aparılması Hülakilər dövləti səhvdir, o dövrdə yoxdur heç. Cəlalilər də Qaraqoyunlu dövləti ilə yox, Qaraqoyunlarla mübarizə aparır. Teymurilər dövlətinin hücuma məruz qalan Hülakilərə aid ola bilməz. Çünki Hülakilər münçəlikdə süqut edir. Şirvanşah 1-ci İbrahim ilə ittifaq bağlanması o da Hülakilərə aid deyil. Doğru cavabımız olur A variantı. Sonra 8-ci sual. Deyir ki, hadisə nəticəni müəyyən edin. Uyğunluğu tapın. 1435-ci il Təbriz yaxınlığında baş verən döyüşdə Şahrux qalib gəlməsi Azərbaycanın idarə edilməsinin Cahanşaha tapşırılması düzdür. Çünki 1436-dan etibarən müstəqil idarə etməyə başladı. Yəni Cahanşah hökmdar oldu, müstəqil olmasa da, yəni asılı idi. Amma sonradan etibarən 47-dən etibarən tam müstəqil idarə edir. Venesiyanın vəd etdiyi hərbi donanmanı deməli, Venesiyanın vəd etdiyi hərbi donanmanı və odlu silaha göndərməməsi Ağqoyunları məğlub edən Osmanlılar tərəfindən Trabzon tutulması səhvdir. Çünki Venesiya ilə əlaqə 1472-dir, Trabzon 1461-ci ildə tutulub, ona görə 2 səhvdir. Cahanşahın Teymuri hökmdarı Əbu Səidlə barışıq müqaviləsi imzalaması 1459 Herat müqaviləsi. Cahanşahın 1447-ci ildə müstəqil siyasət etməsi səhv cümlədir. 3-ü çıxırıq. 2 də səhvdir. Azərbaycanda yarımköçəri feodal əyanlarının qiyam qaldırması Cahanşahın 1459-cu ildə Teymuri hökmdarı Əbu Səidlə barışıq imzalaması düzdür. Baxmısınızsa, oğlanlarının qiyamına görə geri qayıtmışdır. Müqavilə imzalamışdır. Deməli, cavabımız olur 1-4. Qızıl Ordu xanı Təbrizə elçi göndərərək cənub sərhədlərinin pozulmaması haqqında təminat alması Moskva knyazlığının ittifaq təklifinin Həsən Padşah tərəfindən qəbul edilməməsi düzdür. Cavabımız olur deməli 1, 4, 5, Y variantı. Söhbət burada 1475-ci ildən gedir. İttifaq üçün təklif göndərmişdi Moskva knyazlığı. Yəni Ağqoyunlar Moskva knyazlığı ilə diplomatik əlaqə saxlayır, amma uğurlu alınmır. Sonra deyir 1-ci Şah İsmayıldan fərqli olaraq 1-ci Təhmasibin hakimiyyət dövrü. Xorasan uğrunda özbəklərlə mübarizə aparan hər ikisi aparıb. Ona görə fərq deyil. Osmanlı dövləti sülh imzalayan, bəli, Təhmasib imzalayıb 1555. Amudayıdan Fərhad çayına qədər ərazi Səfəvi imperatorluğuna daxil olması İsmayıldadır bu, 1510 Mərv döyüşü. Dərbəndə sülaləsinin hakimiyyəti son qoyan Təhmasibdir, bəli. Deməli, cavabımız oldu 2, 4, A variantı. Azərbaycan torpaqlarının əksər hissəsini vahid dövlətə birləşdirdi. Bu Şah İsmayıl edib əksər hissəsini birləşdirib Təhmasibdir. Ona görə bu fərq deyil, ortaq cəhətdir. Cavabımız deməli oldu həmin Osmanlıların sülh imzalaması, bir də Dərbəndə sülaləsinin hakimiyyəti son qoyulması, A variantı. Sonra 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində mövcud olmuş Qarabağ, Çuxurçay, Şirvan bəylərbəyliyinin mərkəzini müvafiq olaraq müəyyən edin. Qarabağın mərkəzi Gəncədir, Çuxurçayın mərkəzi deməli İrəvandır,
Şirvanın da mərkəzi Şamaxıdır. Yəni 3B variantıdır burada doğru cavab. Sonra növbəti testə keçirik. 11-ci test. Deyir ki, xronoloji ardıcıllığı müəyyən edin. Deməli uşaqlar, Vestfaliya sülh müqaviləsi bilirsiniz ki, 30 illik müharibəyə son qoyub 1648-ci il. Amerikanın konstitusiyasına hüquqlar haqqında bilavə düzəliş 1791-ci il. Parisdə bağlanmış sülh müqaviləsi ilə İngiltərənin ABŞ-ın müstəqilliyi tanınması 1783-cü il. İngiltərədə şanlı inqilabın baş verməsi 1688-ci il. Yəqin aydın oldu sizə. Deməli, 1648 oldu, 1791, 1783 və 1688. Deməli, birinci olacaq 1648 1, sonra olacaq 4, sonra olacaq 3, 2, yəni A variantı. Sonra 12-ci suala baxırıq. Osmanlı hökmdarı Orxan Qazi hakimiyyəti dövrünə aiddir. Deməli, Orxan Qazinin hakimiyyət illərinin paytaxtın Ərdənə köçürülməsi səhvdir. Bu, 1-ci Muradın dövrünə təsadüf edir. Osmanlı ordusunun Çirmən döyüşündə qalib gəlməsi 1371-ci ildir. Bir də bu da Muradın dövrünə düşür. Serbiyanın Osmanlı dövlətinin asılını qəbul etməsi də elə Çirmən döyüşünün nəticəsidir deyə 1, 2, 3 heç biri aid deyil. Cavab 4-5 qalacaq. Maltepe döyüşü 1329 Bizans qoşunu üzərinə qələbə qazanılıb düzdür. Dövlətin ərazisinin inzibati baxımından paşalıqlara və sancaqlara bölünməsi də Orxan Qazinin dövrünə təsadüf edir. Cavab 4-5 D variantıdır. Sonra 13-cü sual. Azərbaycan SSR-də baş vermiş hadisələrin hansıların yerini dəyişdikdə franjarcılıq düzgün alınır? Baxın uşaqlar, kəndlərdən ərzaq vergisinin yığılmağa başlaması 1922 ili yeni iqtisadi siyasət illəri. İlk konstitusiyamız 1921-ci il mayın 19-udur. Azərbaycan SSR-də qəbul olunub. Bütün mülkiyyətlər və vəqf torpaqları müsadə edilməsi haqqında dekret may dekretidir. 1920-ci il. Ona görə biz 1 ilə 3-ün yerini dəyişsək, arıcılıq düzələcək və kollektivləşməyə qarşı üsyanlar da ki 30-cu ildə olub. Bilirsiniz də, Şəmkirdə olub ilk dəfə. Cavabımız olur A variantı. Sonra 14-cü sual. Deyir, erkən orta əsrlər türk dövlətləri, Avropada Hun dövləti, bir də Axun dövləti. Sasanilərlə müharibə aparılması səhvdir. Avropa Hun dövləti aparmayıb. Bilirsiniz ki, Attila ölübdür. Ona görə alınmayıb. 5-ci əsrin ikinci yarısında süqut etməsi 470, 1-ə düşür B variantı doğrudur. Bizansın illik xərac ödəməyə məcbur edilməsi də düzdür Attilanın dövründə. 1-ə B, C, Axun dövləti. 5-ci yüzilin ortalarından Sasanilərə qarşı qalibiyyətli müharibələr aparılması düzdür. Ağsuvarın dövrü 2-yə A-dır. Hindistanın bütünlüklə işğalın başa çatılması səhvdir, çünki şimal-qərbi tutulub. Eftadilər dövləti kimi tanınması düzdür. 5-ci əsrdən etibarən Axunlar zaten eftadilər adlanır. Cavabımız oldu D variantı. Sonra 30 illik müharibənin nəticələrindən biri. 30 illik müharibənin başlanması 1618, başa çatması 48. Deməli, Almaniyada siyasi dağınıqlıq dövrü başa çatdı yox, əksinə, rəsmiləşdirildi. Qərbi Avropada üstünlük Fransadan İngiltərəyə keçdi səhvdir. 30 illik müharibədə İngiltərə iştirak etməyib. Avropada dini müharibələr dövrü başlandı səhvdir, əksinə başa çatdı müharibə nəticəsində. Müqəddəs Roma İmperiyasının varlığına qəti olaraq son qoyulması 1806-dır. Ona görə bu da yanlışdır. Cavab Y-dir. Almaniyada knyazlıqlar feodal qaydalarını yenidən gücləndirir. Yəni cavab Y variantıdır. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin fəaliyyəti. Bilirsiniz 1918-ci ilin iyun ayının 19-dan fəaliyyətə başlayıb, dekabrına kimi davam edib. İkinci hökumət kabineti həm də bir müddət qanunverici səlahiyyətlərini həyata keçirib. Ona görə ki, Milli Şura ikinci hökumət kabineti fəaliyyətə başlayan zaman fəaliyyətini dayandırdı, hakimiyyəti verdi ikinci hökumətə. Sonra 1918-ci ilin noyabr ayında yenidən fəaliyyətə başladı Milli Şura və parlament haqqında qərar qəbul etdi. Sonra baxın, Qarabağ General Qubernatorluğu 1919-un yanvarıdır, 3-cü hökumətdir. Thomsonun başçılığı İngilis qoşunları ölkəmizi tərk edib 1919-un avqustu 4-cü hökumət kabinetidir. Naxçıvan bölgəsində Araz Türk Respublikasının yaradılması Azərbaycan Xalq Cümhuriyyəti yaratmayıb. Naxçıvan və Osmanlı türkləri yaradıb bunu. Ona görə səhvdir. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılması da 4-cü hökumət kabineti dövrünə düşür. Ona görə yanlışdır. Sonra keçirik növbəti testə. Deməli, bəli, baxırıq, növbəti testə baxaq.
Deyir ki, eradan əvvəl 6-cı yüzilliyin əvvəllərində Afinada Solon islahatının nəticəsi hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifə tutmaq hüququ qazandı. Bu Perikldır, 5-ci əsr. Ona görə səhvdir. Sonra deməli bizə dəqiqə bu uşaqlar niyəsə qoşula bilmir. Sonra deməli vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlandı, düzdür. Cavabımız B variantıdır. Yunanıstanda tiranlıq ləğv edilməsinə gətirib çıxartdı, yox, əksinə sosial məsələləri həll etmədi deyə sonra tiranlıq yaradıldı. 6-cı əsrin əvvəlləri və tiranlıq sonları süqut etdi. Əmlakından asılı olmayaraq bütün vətəndaşların siyasi vəzifəyə seçilməsi səhvdir. Vəzifə dediyi ona aid deyil. Sosial ziddiyyətlərin həll edilməsi ilə daxili çəkişməyə son qoydu, yox, həll edilə bilmədi, amma nisbətən yumşaltdı. Doğru cavabımız oldu. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlandı. 594-cü il eradan əvvəl, 6-cı əsrin əvvəlləri Solon islahatına aiddir. Sonra 18-ci sual. Deyir ki, 19-cu ikinci yarısı Şimali Azərbaycanda neft sənayesi, bir də əlvan metallurgiya sahəsi yaxşı Venn diaqramına oxşuyur. İlk inhisar birliyinin yaranması uşaqlar neft sənayesinin 19-cu ikinci yarısıdır. Deməli 1893 1-ə aiddir A variantı. Sonra deməli xarici kapitalın daxil olması hər ikisində var. 3-ə də aiddir B variantı. Milli kapitalın üstünlüyü təşkil etməsi heç birində yoxdur. O ancaq yüngül sahədədir. C-ni hər tərəfdən çıxırıq. Milli kapital neftdə də çox deyil, əlvan metallurgiyada da çox deyil. Əsasən ipəkçilikdədir, yəqin bilirsiniz. Alman kapitalı əsasında inkişaf edən əlvan metallurgiyadır. 2-yə aiddir D variantı. İltisam sistemin ləğv edilməsi isə neft sənayesinə aiddir. Deməli 1872-ci il. Cavabımız oldu B variantı. Deməli bir daha deyirəm. İlk inhisar birliyi neft sənayesində var, 1893. Xarici kapital hər ikisinə aiddir. Milli kapitalın üstünlüyü təşkil etməsi heç birinə aid deyil. Alman kapitalı əsasında inkişaf edən əlvan metallurgiyadır. İltisam sisteminin ləğv olunması neft sənayesindədir və neftimiz inkişaf edir. 19-cu sual Pinçen sazişini soruşur. Eradan əvvəl 200-cü ildə imzalanıb. Deməli uşaqlar Xan sülaləsinin hökmdarı hər il xərac ödəməyi öhdəsinə götürürdü. Bu Xan sülaləsinin dövrünə düşür. Eradan əvvəl 200-cü il doğrudur. Mete ilə imzalayıb. Çinin cənub əraziləri səhvdir, şimal hissəsi Hun dövlətinə tabe olub. Çinin ticarət yolları Hunların nəzarəti altına keçməsi düzdür. Cavab 1-3 D variantıdır. Çinin böyük Hun dövlətinin canişinləri idarə etməyə başlaması səhvdir. Hun dövlətinin Çindən asılılığına son qoyması səhvdir, çünki asılı deyildi. Sonra bu sadə testdir. 20-ci suala baxaq. Deyir ki, sülhün ən ağır məqamlarından biri 15-ci maddə idi. 15-ci maddə görəndə yəqin ki, biz Türkmənçay olduğunu başa düşürük burada. 16 maddə idi. 15-cidə nə deyirdi baxaq. Qacarların daxili əyalətlərində yaşayan əhalinin Rusiyaya sərbəst köçməsinə şərait yaratdığı əks olundu. Bu maddəyə uyğun olaraq Rus-Qacar müharibəsinin gedişində xəyanət yolunu tutmuş ermənilər kütləvi surətdə Qafqaza, Azərbaycana köçürüldü. Mətndə bəhs olunan müqavilənin Gürcüstan müqaviləsi ilə oxşar cəhətini müəyyən edin. 19-cu əsrin 1-ci rübündə Rusiya-Qacarlar müharibələrinə son qoyulması səhvdir. Çünki 28-ci il 2-ci rübünə düşür. Qacarlar dövlətinin Rusiyaya hərbi təzminat ödəməsi düzdür. Türkmənçayda var, amma gəlin baxaq, Gürcüstan müqaviləsi oxşar cəhəti deyil. Çünki Gürcüstanda təzminat yoxdur. Xəzər dənizinin Qacarlar dövlətinin daxili dənizi kimi tanınması yox, əksinə Rusiyanın daxili dənizi olub. Xəzər dənizində hərbi donanma saxlamaq hüququnun yalnız Rusiyaya məxsus olması düzdür. Cavab D-dir. Yəni həm Gürcüstan müqaviləsində, həm Türkmənçay müqaviləsində Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız ruslara olub. Cavabımız D-dir. Ermənilərin Osmanlı dövlətinin ərazisindən Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi ümumiyyətlə Gürcüstan müqaviləsinə köçürülmə yoxdur. Bu da ki, bilirsiniz ki, Ədirnə müqaviləsinin nəticəsidir. Doğru cavabımız oldu D variantı. 21. 19-cu əsrin ikinci yarısında İrəvan, 20-ci əsrin əvvəllərində Bakı şəhərinə aid oxşar cəhət. Müəllimlər seminarinin fəaliyyətə başlaması düzdür. İrəvanda 1881, Bakıda 1916. Cavabımız A-dır. İlk teatr binasının inşa olunması bilirsiniz ki, Azərbaycanda 1883-dür. Azərbaycanda qəzetlər 19-cu əsrdə başlayıb. Satirik mətbuat 20-ci əsrin əvvəlləridir.
qızlar üçün ilk dünyəvi məktəb pansion tipli olsa 1901-ci ildir. Sonra 20-ci yüzilin əvvəllərində Amerika prezidenti Theodore Roosevelt'in daxili siyasəti. Konstitusiyaya qadınlara seçki hüququnun verilməsi haqqında əlavə bu uşaqlar Woodrow Wilson'dur, yəni Theodore Roosevelt deyil. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar, bəli, Theodore Roosevelt'in daxili siyasətinə aiddir. Cavab B-dir. Franklin Roosevelt də elə dövlət tərəfindən tənzimlənməsini təsdiqləmişdi. Bütün ölkə ərazisində çölün ləğvi ilə əlaqədar konstitusiyaya yeni maddələr səhvdir. Çünki bütün ölkə ərazisində çölün ləğv olunması uşaqlar 1863-cü ildir, cənubda ləğv olundu, şimalda da ondan əvvəl onsuz ləğv edilmişdi. Sonra böyük dəyənək siyasəti Theodore Roosevelt-ə aiddir, amma burada soruşur ki, daxili siyasət, bu isə xarici deyə götürmürük. Eyni zamanda Y variantı da Theodore Roosevelt'in xarici siyasətidir. Təcridçilik prinsipləri əsasında təşkil edilir. Cavabımız oldu B variantı. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində addımlar atılması. Sonra növbəti suala baxırıq. 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatının keçirilməsinin səbəbi Ermənistanın rəsmi şəkildə Azərbaycan ərazi bütövlüyünü tanımaqdan imtina etməsi yanlışdır. Çünki Azərbaycan ərazi bütövlüyünü tanıyırdı, sadəcə Qarabağla bağlı iddiası var idi. Xankəndindəki hərbi xuntanın Qondarma Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan etməsi səhvdir. Biz belə bir cümləni Dağlıq Qarabağ Respublikasının 91-ci ildə yaradılmasını keçmişik, sentyabr ayında baxmısınızsa. Rusiyanın sülh məramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə Ermənistanın qeyri-qanuni yolla əsgər və silah göndərməsi düzdür. 3-ü götürürük. Qanunsuz silahlı birləşmələrin şəhər və məntəqələrə davamlı olaraq müxtəlif silahlardan atəşə tutması da düzdür. Qanunsuz silahlı birləşmələrin mina terroru həyata keçirməsi də düzdür. Buna görə də antiterror tədbirləri başlayıb. Cavabımız 3, 4 və 5-dir. Sonra 24-cü sual. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının fəaliyyətinə də ortaq cəhət. Təbrizdə konsulluq Azərbaycan Xalq Cümhuriyyəti açıb 1920, Respublikada 2004. Doğru cavab kimi götürürük. Konstitusiyaya əlavə və düzəlişlər Azərbaycan Xalq Cümhuriyyətində yoxdur. Ümumiyyətlə, konstitusiya yanlışdır. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbir görülməsi düzdür və çox önəmli bu tədbirdir. Deməli, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Azərbaycan Respublikası qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbir görür. Bax, bunu əzbərləyin, vacib cümlədir. Cavab 1-3. Torpaq islahatı nəticəsində kəndlərə torpaq verilməsi Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil, səhvdir. Türkiyə Respublikası sözü də ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Həmin vaxt Türkiyə Respublikası yox idi. Respublika 1923-də yaradılıb Türkiyədə. Ona görə cavabımız olur 1 və 3 və önəmli testdir. Sonra 25-ci sual. 1919-cu ildə fəaliyyətə başlayan Paris Sülh Konfransında tətbiq edilən mandat sisteminə aid deyil. Baxın uşaqlar, mandat rejimi qalib dövlətlərin ərazi ilhaq etmələrinə bir alternativ oldu, düzdür. Bunun sayəsində dövlətlər ərazi əldə etdi hətta. Fransa mandat sahibi ola bilmədi, səhvdir. Çünki orada Fransa, İngiltərə, Belçika və Yaponiya sahibi ola bildi. Ona görə biz 2-ni götürürük. Aid olmayan kimi deyir deyə Fransa mandat sahibi ola bilmədi ifadəsi yanlışdır. 2 doğru kimi götürürük, cavab kimi. Almaniyanın müstəmləkələri olan yaxın şərqdəki ərəb torpaqları ifadəsi ümumiyyətlə səhvdir. Onlar ərəb Osmanlı dövlətinin tərkibində idi. Fikir yanlış verilib. Sonra deməli cavabımız 2-3 oldu. İngiltərə həmçinin dominionları mandat sahibi oldu. Bəli, bu doğrudur. Yəni İngiltərə mandat sahibi oldu, Fransa mandat sahibi oldu, Belçika oldu və Yaponiya oldu. Deməli cavabımız aid olmayan kimi 2 ilə 3-ü götürür. Sonra deyir ki, xəritədə rəqəmlərlə verilmiş rayon və rayon mərkəzlərinin işğaldan azad edilməsinin xronoloji ardıcıllığı müəyyən edin. Baxın, deməli burada 1 görürsüz. Bəli. 1 deməli Kəlbəcərdir, 2 Ağdamdır, 3 Füzulidir, 4 isə Cəbrayıldır. Deməli, birinci azad olundu Cəbrayıl, sonra Füzuli, oktyabrın 18-i, 4-ü, sonra deməli, noyabr bəyanatından sonra, yəni 10 noyabr bəyanatından sonra
Azad olundu Ağdam 20 noyabr, Kəlbəcər də gecikmişdi 25 noyabrda geri qayıtdı. Cavabımız olur 4, 3, 2, 1. Sonra 27-ci sual. Deyir uyğunluğu müəyyən edin. İkinci xaçlı yürüşü, üçüncü xaçlı yürüşü. Müqəddəs Roma imperatoru, İngiltərə və Fransa kralları iştirak edib. Bu üçüncü xaçlı yürüşüdür. 2-yə aid A variantı. Mosul hakiminin Edessanı tutmasına cavab olaraq baş verib. İkinci xaçlı yürüşü. 1-ə aiddir B variantı. Roma papası 3-cü Innokentinin başçılığı ilə baş verib 4-cü xaçlı yürüş. Ona görə heç biri. Səlcuqlarla mübarizədə məğlub olub 2-ci xaçlı yürüşü. 1-ə aiddir D variantı. Təbərriyə gölü yaxınlığında döyüşdə Misir hökmdarı Səlahəddin Əyyubinin ordusu tərəfindən məğlub edilib heç biri. Ondan sonra 3-cü xaçlı yürüşü başlayıb. 1189-92-ci il. Sonra keçirik növbəti tərəfə. Deyir ki, situasiyadır. Deyir, dini düşmənçiliklərə və dövr müharibələrə baxmayaraq Xristian Avropa İslam dünyasından çox şey öyrəndi. Həm Yunan elminin və fəlsəfəsinin qorunub saxlanılması, həm də Hindistan və Çin kimi uzaq ölkələrdən elmi və kənd təsərrüfatı, bilik və texnologiyasının Avropaya çatdırılması İslam dünyasının işidir. 15-ci yüzilliyin birinci yarısında Avropada geniş təsirli olan iqtisadi və texnologiya inkişaf, quru və dəniz ticarətinin genişlənməsində baş verdi. Avropa iqtisadiyyatının əsas canlılığı və onu daha çox ticarət və yeni resurslarla təmin etmək axtarışı, görürsünüz, 15-16-cı əsrlərdə Avropa ekspansionizminin və hərəkətverici qüvvəsini yaratdı. Deməli, uşaqlar, mənbədə bəhs edilən hadisənin nəticəsində başlanan tarixi proses onsuz 15-16-cı əsr axtarış sözündən tutmaq olar ki, coğrafi kəşfdir. Yazmaq lazımdır ki, böyük coğrafi kəşflər. Bəhs edilən tarixi prosesin səbəblərindən ikisini yazın. Orada səbəb nədir uşaqlar? Deməli, Osmanlı dövlətinin yeni ərazilər fəth etməsi, Avropada sonra mətbə istehsalının artması səbəb olmuş ki, axtarışlara başlamışlar. Prosesin nəticələrini yazın. Coğrafi kəşfin nəticəsini soruşur. Yeni qitə kəşf olundu, dünya ticarəti meydana gəldi, dənizlərdən okeanlara ticarət keçdi. Bu kimi şeylər yazmaq olar. Sonra keçirik növbəti sınağımıza, 12-ci sınaq. Deməli, bəli, burada 10 dəqiqə vaxtımız qalır. Sonra çatmasa növbətisinə başlayacağıq. Deməli, Kutilərin iki çay arasında hakimiyyəti dövrün bilirsiniz, 100 ilə yaxın olub. İdarəçilik yerli məmurlara həvalə edilməsi Kutilərin mövqeyini gücləndirdi, əksinə zəiflətdi. Yəni, yerli deyəndə Şumer canişinlərinə tapşırmışlar. Şəhərlərarası toqquşmalara və daxili çəkimlərə son qoydu, düzdür, 2-ni götürürük. Mövcud Akkad və Şumer idarə etmə sistemi tamamilə dəyişdirildi, xeyr, dəyişdirilmədi. Sonra xarici hücumların qarşısını alınaraq ticarət yollarına əmin-amanlıq yarandı, düzdür. Doğru cavab olur 2 və 4. Sonra təqsirləndirilən şəxslərə hakim qarşısında özlərini müdafiə etməyə icazə verildi. Yanlış bir fikirdir. Kutilərə aid deyil. Cavabımız oldu B variantı. Manna hökmdarı Ahşeri, Atropaten hökmdarı Artabazaddan fərqli olaraq Roma qoşunlarına qarşı döyüşdə qalib gəlib. Ahşeri Artabazaddan fərqli olaraq xeyr. Roma qoşunlarına qarşı döyüşdə qalib gələn Artabazd olub. Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində devrildi, düzdür. Ahşeri bəli, amma Artabazd xeyr. Bizə də zaten Ahşeri lazımdır. Cavabımız olur B variantı. 650-ci il. Yadelli hücumlara qarşı mübarizə aparması hər ikisinə ortaq cəhətdir. Suriya padşahlığına qarşı mübarizədə qalib gəlib yanlış fikirdir. Assuriyaya qarşı mübarizədə Roma ilə ittifaqa girib ümumiyyətlə elə bir şey olmayıb. Cavabımız oldu B variantı. Dehli sultanlığından fərqli olaraq Teymurilər dövləti. Sərbədarilər üsyanını yatıraraq Məvərənahrə tabe etdi. Teymurilər dövlət sözü səhvdir. Çünki 1365-də olub, onda dövlət deyildi. Mühüm ticarət məntəqələri Hələb, Dəməşq ələ keçirdi. Teymurilər düzdür. Şimal-qərbi Hindistan, ümumiyyətlə biz Dehli onsuz da Hindistanda deyilə, bizə deməli Dehli sultanlığından fərqli cəhət soruşur deyə səhvdir. Sonra türk əsilli tayfalarla mübarizə süqut edib 16-cı əsrin birinci yarısında, bu da Dehli sultanlığıdır. 1526-cı il. Yenə Hindistana soxulmaq istəyən Monqollara qarşı mübarizə apardı. Bu da Dehli sultanlığına aiddir, Teymurlara aid deyil. Sonra 4-cü suala baxırıq.
Deyir Azərbaycan erkən Tunc dövrlərinə aid qədim ibadət evi. Xaçmazlı Sərkərtəpə 1, Qazaxda Baba Dərviş 2, Naxçıvanda da Kültəpə 4. 1, 2, 4. Cavab C variantıdır. Və Oğlanqala. 3 bilirsiniz Xocavənddir, 5 də ki Səlyandır. Ona görə cavabımızı tapdıq. Deməli 1, 2, 4 C variantı. Deməli Şirvanşahlarla Eldənizlərin Venn diaqramı soruşulur burada. Araz çayından şimalda olan Azərbaycan torpaqlarında yaranması hər ikisidir. Yəni ikisi də şimaldadır. Eldənizlər də şimal dövlətimizdir, Şirvanşahlar da. 3-ə aiddir A variantı. Baxırıq variantlara. A variantı həm A-da var, həm D-də var, həm də Y-də var. Böyük Səlcuq Sultanlığından asılı halda olmuşdur Şirvanşahlar. 1-ə aiddir B variantı. 1066-cı il. Sonra Xorasan, Rey, Həmədan vilayətlərinin tabe edilməsi Eldənizlər. 2-yə aiddir C variantı. Monqol yürüşlərinə qarşı Gürcülərlə ittifaq quran da Eldənizlərdir. Eldənizin sonuncu hökmdarı Özbək Monqolların birinci yürüş zamanı Gürcülərlə ittifaqa girmişdir. Cavab A variantı gəlir. Xarəzmşahlara qarşı mübarizə aparması ikisinə də aiddir. Şirvanşahlar 1227-də həddə asılı olub, Eldənizlər də elə 1225-də Xarəzmşahlar son qoyub. Cavabımız qalır A variantı. Sonra 6-cı sual. Sacilər və Qəznəvilər dövlətlərinin oxşar cəhəti. Türk əsilli sülalələr tərəfindən qurulması düzdür. Saci də türkdür, Qəznəvilərdir. Qarluq tayfalarına qarşı mübarizədə məğlub olması səhvdir. Qarluqlar Qaraxanlılar Qarluqlardandır. Fikir yanlışdır ümumiyyətlə. Abbasiyə xilafətinin zəifləməsi nəticəsində yaranması hər ikisi. Cavab 1, 3 doğru gəlir. Samanilərlə uğurlu mübarizə aparmaları deməli, Qəznəvilər Samaniləri bölüşdürüb Qaraxanlılarla düzdür. Sacilər də onsuz Yusif Nəbzad Samaniləri məğlub edib Rey şəhərini almışdı, düzdür. Cavabımız oldu 1, 3, 4, B variantı. İslam mənbələrində Əfrasiyab sülaləsi də bilirsiniz ki, bu Qaraxanlılardır. Sonra Amerikanın ərazisinin genişləndirilməsini təmin edən amillərdən deyil. Bax, Avropa dövlətləri arasındakı mövcud olan ziddiyyətlər düzdür. Ona görə genişləndirib Avropada falan torpaq tutub. Dünya müstəmləkə sisteminin iflası ümumiyyətlə yanlış fikirdir. Bu 2-ci Dünya müharibəsindən sonra əsasən olubdur bəzi yerlərdə. Deməli, 2-ni götürürük biz. Ölkənin Avropa və Asiya qitələrindən kənarda yerləşməsi düzdür. Ona görə də genişləndirə bilirdi ərazisini. Avropa ölkələrində baş verən inqilabi hərəkat səhvdir. O 17-ci əsrdə başlayıb. Cavab 2-4 Y variantıdır. Amerika qitəsində olan ona rəqibin olmaması da düzgün fikirdir. Yəni genişləndirilməsini təmin edən fikirdir. Etməyən, aid olmayansa 2-4 oldu. Sonra 8-ci sual. Deyir, uyğunluq gözlənilmişdir. Baxın, Monqollara qarşı mübarizə aparan Xarəzmşahlara öz ərazisinə sığınacaq verdi. Sultan Əlaəddin səhvdir. Bu el tutmuş xandır. Xarəzmşah el tutmuş. Misir yox, Məmlüklər sülaləsindən olan. Əmir Teymurla Cənubi Qafqaz uğruna mübarizə apardı. 1-ci Bəyazid. Ümumiyyətlə, Qafqaz uğruna mübarizə səhvdir. Osmanlılar Teymurlarla Qafqaz uğruna mübarizə aparmayıb. Avropada hücum edirdilər, onun qarşısını Teymurlar almışdı. Polşa Alman qoşunlarına və Macarlara qalib gəlmiş Toxtamış səhvdir. Bu 1235-ci ildə Batıxan yürüş etmişdir. Vahid ölçəkli pul sistemi tətbiq etməklə vergi sistemini nizama saldı Əkbərşah düzdür. Cavabımız D variantı olur. Sonra xüsusi strateji əhəmiyyəti olan Kipr adasını fəth etdi. Sultan 1-ci Səlim yox, 2-ci Səlim olmalıdır. 16-cı əsrin 70-ci illəri. Sonra keçirik növbəti suala, 9-cu sual. 1912-ci il aqrar qanununa görə 1. Kəndli yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi, düzdür. Dərbənd quberniyasının sözünü görən kimi 1860-da Dərbənd quberniyası ləğv olunub, 2-ni çıxırıq variantlardan. Deməli, 3 dənə variantımız getdi. Kəndlilər onların xüsusi mülkiyyəti elan olunmuş pay torpağını satın almalıdır, düzdür. 1-3. Zaqatala dairəsində feodal münasibətləri məhdudlaşdırması 1913-də ona görə səhvdir. Kəndli çəmən, otlaq, meşə sahələrini satın ala bilməzdi, düzdür, ala bilməzdi. Cavabımız olur 1-3-5 D variantı. Ümumiyyətlə, otlaq, çəmən, meşədən satın ala bilən 1903-cü il dövlət kəndliləri idi. 10-cu suala baxaq. Deyir, Qaravul Təvazi. Səfəvilər dövlətində xüsusi kəşfiyyat dəstəsi idi. Bunlar uşaqlar deyim 15-ci əsrdə idarə etmə sistemi. Səfəvlərdə yoxdur Qaravul Təvazi.
Vilayətlərdən qoşun toplayan və onların sayını dəqiqləşdirirdi. Təvazi. 2-yə aiddir B variantı. Müharibələr zamanı elatlardan toplanan qoşun yanlışdır. 15-ci isə kəşfiyyat işinə keçirdi qaravullar, gecə qaravulları. 1-ə D variantı, 2-yə B variantı aiddir. Şəhərlərdə natural vergilərin toplanmasına, şəhərlərdə vergilərin toplanması 16-cı əsrdə naibləri idi. Uyğun gəlmir. Cavab B variantıdır. Bunları öyrənmək üçün isə 15-ci əsr Ağqoyunlu, Qaraqoyunluların ictimai-iqtisadi həyatına baxa bilərsiniz. Sonra 11-ci sual. Almaniyanın ildırım sürətli müharibə planı boşa çıxdı. Sovet qoşunlarının əks-hücum əməliyyatı ilə Alman qoşunları darmadağın edildi. Deməli uşaqlar, burada sizi çaşdırmaq istəyiblər. Almaniyanın ildırım sürətli müharibə planı boşa çıxması həm Marna döyüşündə var 14-cü il, həm Moskva döyüşündə var 41-ci il. 14-cü ildə puça çıxan taktikanın adı Şelifen planı idi. Amma yenə ildırım sürətlidir. Amma 41-ci ildə Moskvada puça çıxan isə Barbarossa idi. O da ildırım sürətlidir. Yəni burada Sovet qoşunları sözü var deyə biz sizə Sovet qoşunu 1-ci Dünya müharibəsində iştirak etməyib. Tsar ordusu iştirak edib. Ona görə biz Moskva döyüşünü götürəcəyik. Sovetlər 2-ci Dünya müharibəsində iştirak edib. E variantı doğru cavabımızdır. İndi biz 11-də qaldıq. Vaxtımız burada bitir. Söndürürəm. Təzədən 10 dəqiqə sonra dincəlin, yenidən başlayacağıq. Bəli uşaqlar, deməli 11-ci sualı başa düşdük. İndi 12-ci suala baxırıq. D. Böyük Britaniyanın müstəmləkələrdən məhrum olması nəticəsində söhbət 2-ci Dünya müharibəsindən sonrakı tarixdən gedir. Yəni 1947-dən sonra müstəmləkələrdən məhrum edildi. Nəticəsində ölkənin zəruri ərzaq mallarına olan tələbatın qarşısını almaq çətinləşdi. Yəni ölkə iqtisadiyyatı zəiflədi. Çünki müstəmləkələrdən ölkəyə xam mal gətirilirdi. Həmin o xam mallardan məhrum edildi yəni. Sonra deməli 13-cü sual. Azərbaycanın 2002, 2009 və 2016-cı il tarixinə aid oxşar cəhət. Prezident seçkiləri səhvdir. Çünki o 2003 olsaydı, 2008 olsaydı düz olardı. Cavabımız olur deməli konstitusiya əlavə və düzəlişlərin edilməsi B variantı. 2002, 9, 16 amma parlament seçkiləri 1995-dir, 2000-dir, yəni 5 ildən birdir. Qiyamların baş verməsi yanlış fikirdir. Yerli idarə orqanlarına seçkilərin keçirilməsi də bax bu hansıdır uşaqlar? Yerli idarə etmə orqanlarına seçkilərin keçirilməsi bu bələdiyyə seçkiləridir. Yerli sözü varsa bələdiyyədir. 1999. Ondan sonra təzədən 5 ildən bir keçirilib. Sonra 14-cü sual. Bax yazmısınız qalıb burada. Deməli, uyğunluq deyə gözlənilmişdir. Ərdəbil hakimi Şeyx Cüneydin Dağıstana və Şirvana yürüşü söhbət 1460-dan gedir uşaqlar. Şirvanşah və Ağqoyunluların birləşmiş qüvvələri səhvdir. Burada Şirvanşah və Qaraqoyunluların birləşmiş qüvvələri olub, özdə onlar qalib olub. 2-ci sual. Səfəvlərin Şeybani xanı məğlub etməsi, Şeybani xan 1510. Amudəryadan Fərat çayına qədər olmalıdır. Yazıb Amudaryaya qədər, bəli, bütün Xorasan Səfəvlərin hakimiyyəti altına düzdür. Yəni Amudəryadan Fərata qədər və yaxud Amudaryaya qədər qaldı Səfəvlərin hakimiyyəti altına, içini götürürük. Saldıran döyüşündə Yeniçərilərin ağır məğlubiyyətə məruz qalması səhvdir. Çünki orada Yeniçərilər qalib gəlib Osmanlılar, ona görə 2-ci, 3-ü çıxırıq. Osmanlı qüvvələri ilə Səfəvilər arasında Bord qalası yaxınlığında döyüş 1554-dür. Nəticəsində uğur əldə edə bilməyən Osmanlı sultanı sülh bağlamağa məcbur oldu, düzdür. 1555-ci il Amasya müqaviləsi. Cavabımız olur 2 və 4 D variantı. Sonra deməli növbəti testə keçirik. Bax deyir ki, uşaqlar, burada 1920-ci ilin aprel ayında 21-də Sovet ordusu Yalama Bakı əməliyyatına başlandı. Aprelin 27-sindən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sonuncu iclasında deputatların tələbi ilə hakimiyyət müəyyən şərtlərlə yerli müsəlman kommunistlərə təhvil verildi. Deyir ki, bu qərara əsasən Azərbaycan müstəqilliyini qoruyub saxlanmalı idi, düzdür. Bəli, orada şərt var ki, müstəqilliyimiz qorunub qalmalıdır. 2. Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Sovet ordusu nümunəsində yenidən qurulmalıdır, səhvdir. Milli ordumuz saxlanılmalı idi. Sovet ordusu nümunəsində yenidən qurulmalıdır, səhvdir. Onda Azərbaycan ordusu ləğv olunmaq demək.
Sonra kommunistlərin yaradacağı hökumət müvəqqəti orqan olmalıdır, düzdür. Cavabımız 1-3-dür, A variantı. Keçmiş hökumət nümayəndələrinin mülkiyyəti dövlətin ixtiyarına verilməlidir. Yanlış fikirdir. Ümumiyyətlə, mülkiyyətlə bağlı bir qərar yox idi. Respublika daxilində milliləşdirmə siyasətindən imtina edilməli idi. Onsuz bizim respublikamız elə də milliləşdirmə etməmişdi. Bir dənə təhsili milliləşdirmişdi. Ona görə yanlış fikirdir. Cavabımız oldu A variantı. 16-cı sual uşaqlar. 1-ci Məlikşahın hakimiyyət illəridir. Hakimiyyətdə 1072-92-də olub, yəqin bilirsiniz. Ölkədə daxili sabitliyi qoruyub saxlamaq üçün Bizansa qarşı hərbi əməliyyatlara son qoydu. Yox, yanlış fikirdir. İmperatorluğun mərkəzi Həmədana köçürüldü. Yanlış fikirdir. Bilirsiniz, paytaxtda olub Nişapur, Rey, İsfahan. Qaraxanlar məğlub edilərək asılı vəzdə salınıb, düzdür. Hətta vergi verməyə məcbur olub. Cavabımız olur C variantı. Konya və Ankara şəhərləri Monqollara güzəşt etdi. Yanlış fikirdir. Ölkəyə birləşdirilib Konya, Ankara, Suriya, Fələstin. Ölkələr arası ticarət bərpa etmək üçün Monqollar, ümumiyyətlə o dövrdə Monqollarla əlaqə yoxdur. Heç Monqol dövləti də yox idi. Ona görə yanlış fikirdir. Sonra deyir 2-ci Qarabağ müharibəsinin baş verdiyi ildə xəritədə rəqəmlə göstərilmiş bölgələrin erməni işğalından azad edilmə ardıcıllığını müəyyən edin. Deməli uşaqlar, belə bir test yenə bundan əvvəlki testdə də var idi. Gəlin baxaq. Baxın, deməli burada 1 Füzulidir, 4 Cəbrayıldır, 3 Laçındır, 2 isə Kəlbəcərdir. Deməli olacaq 1-ci oktyabrın 4-ü Cəbrayıl, 17-si Füzuli, 4-1, sonra Laçın dekabr, Kəlbəcər noyabr. 4-1-2-3 elə cavabımız A variantı. Sonra Azərbaycan Respublikasının tarixinə aid uyğunluğu deyir, müəyyən edin. Deməli, bax, bura baxaq uşaqlar. Mətbuat üzərinə senzuranın ləğv olunması 1998-dir, 4 doğrudur. Aqrar islahatının keçirilməsi 1996-dır, 3 də doğrudur. Cavab 3-4-C variantıdır. Əsrin müqaviləsinin imzalanması 1994-dür, 2 səhvdir. Deməli, dövlət himnimizdəki 1992-dir, 1 də səhvdir. 3-4-C variantı oldu. Azərbaycan SSR və Seyid Cəfər Pişəvərli hökumətinin gördüyü oxşar tədbir. Deməli, uşaqlar, milli partiyaların fəaliyyətini məhdudlaşdırması səhvdir. Pişəvərdə elə bir qərar yoxdur. Amma Azərbaycan SSR-də var. Varlı kəndli təsərrüfatın sıradan çıxarılması, o da səhvdir. Seyid Cəfər Pişəvəri həm dövlət torpaqlarını, həm də ölkədən gedən insanların, mühacirlərin torpaqlarını kəndlərə vermişdir. Aqrar islahat doğru cavab C-dir. Pişəvəri 1946-cı ildə aqrar islahatı var. Azərbaycan SSR-də 1920-də keçirilib, may dekretlərində. Xanbəy vəqf torpaqları müsadirə olunub, yanınızda düşürsə, kəndlərə paylanmışdı. Konstitusiyanın qəbul olunması Pişəvərdə yoxdur. Azərbaycan SSR-də 3 dənə konstitusiya var. 21, 37 və 78. Kollektləşdirməyə qarşı üsyanların yatırılması da ki, o Azərbaycan SSR-də olub kollektləşdirmə. Ona görə yanlış fikirdir. Sonra baxırıq 20-ci suala. Deyir, ilk olaraq Çar xəzinəsinə xərac ödənilməli idi. 1. Xanın xarici siyasət məsələləri Çarın nümayəndəsi ilə razılaşdırılmalı idi. Burada uşaqlar, söhbət Kürəkçay müqaviləsindən gedir. 1805-ci il həm Şəki imzalayıb, həm də bilirsiniz ki, Qarabağ. Türkmənçay 28, Gürcüstan 13, Georgiyevski 1802-dədir. Bu baxanlıq ilə Lənkəran Rusiya ilə imzalayıb, Ədirnə də 29-dur. Sonra Qacar qoşunlarının məğlub olduğu döyüşlərin ardıcıllığını deyir, tamamlayın. Qəmərli döyüş 1804-dür, Qacarlar məğlub olmayıb, əksinə qalib olub. Sərdarbaz 27-dir, bəli, Qacarlar məğlub olub, 1827. Qarababa 1809-dur, Qacarlar burada qalib gəlib, yəni məğlub olmayıb. Gəncə 1826-dır, bəli, məğlub olub. Aslan düz 12-dir, bəli, məğlub olub. Deməli, cavabımız olacaq 5, 4 və 2, yəni 12, 26 və 27. Qacarlar burada məğlub olub. Baxın, bu testdə əla sualdır. İqtisadi ağalıq və nüfuz dairələri uğruna uzaq şərqdə rəqabət kəskinləşdi. Yaponiya qarşısında məğlubiyyət ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərdi. Daxili vəziyyət daha da pisləşdi. Mövcud iqtisadi böhran bəli, sonra deyir, mövcud iqtisadi böhran dərinləşdi. Beləliklə və digər səbəblərə görə inqilabın başlanmasına təkan oldu. Bu bilsiz nədən gedir? 1904-5-ci il Rus-Yapon müharibəsi, Rusiya məğlub oldu. Ondan sonra
Portsmut müqaviləsi imzaladılar. Cənubi Manzuriya var idi, Saxalin var idi. Bunlar Yaponiyada qaldı və nəticəsində deməli Rusiya nüfuzdan düşdü və inqilab başlandı. Burada cavab Rusiyadan söhbət gedir. Olur 2. Görürsüz, ərazisi nə boydadır? Bax, bu Rusiyadır. Burada baxsaq 5 Monqolistandır, 4 görürsüz böyük ərazidir, Çindir, 3 Hindistandır, bura Pakistandır, bura İrandır, 1 İrandır yəni. Sonra baxırıq deməli 23-cü suala. Rusiya tərəfindən hazırlanmış şərq məsələsi. Söhbət 17-ci əsrdən gedir, 2-ci Yekaterinadan gedir. Əsas mahiyyətini tapaq. 1. Azov və Qara dəniz sahillərini tam işğal edərək bu dənizlərə çıxış əldə etmək düzdür. 2. Dnepr çayından şərqdəki torpaqları Rusiya nüfuzunu möhkəmləndirmək səhvdir. 3. Bosfor və Dardəniz boğazları üzərində nəzarət ələ keçirmək düzdür. 1-3. Şərqi Araq dənizi ölkələrinə xristianların himayəçisinə çevrilmək səhvdir. Yunan layihəsini gerçəkləşdirmək düzdür. Cavabımız 1, 3, 5. Şərq məsələsi 2-ci Yekaterina 17-ci əsr. Yadda saxlamaq lazımdır. Sonra Qarabağ xanı Pənahəli xanın tabe etdiyi xanlıqlar. 1748-də Bayaz savaşından sonra Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil. Demişdim, hətta bunu Ginə kimi yadda saxlayın. Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil Qarabağ xanlığına, yəni Pənahəli xana tabe olub. Amma Qaradağı, Təbrizi İbrahim Xəlil özünə tabe edib. Cavab 2, 4, 6. Deməli, həm Pənahəli, həm İbrahim Xəlil xan digər xanlıqları özünə tabe edə bilib. 25-ci sual. Kəsranilər sülaləsinin hakimiyyəti dövrü 1027-də gəlib 1382-yə qədər baş vermiş hadisəni deyir, tapın. 1. Səlcuq Sultanı Mahmudun yürüşlərinə qarşı mübarizə aparılması. Deməli, 1123-cü il, bəli, onda hakimiyyətə kəsranilər var idi, götürürük biri. Teymurlər dövlətinə qarşı döyüşdə iştirak etməsi səhvdir, çünki o Dərbəndlərə düşür. Teymurlər 1386-da ölkəmizə hücum ediblər. Ona Dərbəndlər 82-də hakimiyyətə gəliblər. Gürcü çarı 3-cü Georgiyə qarşı yönəlmiş qiyamın yatırılmasına kömək etməsi 1173-də idi. 1-ci Axistan düzdür, götürürük 1, 3. Cəlaliri Şeyx Üveysə qarşı mübarizədə gürcülərlə müttəfiq olması, ümumiyyətlə bu fikir səhvdir. Üveysə qarşı mübarizə 1367-də olub, özü hakimiyyətdə kavus olub və kəsranilər olubdur, amma gürcülərlə ittifaq səhv cümlədir. Eldənizlər dövlətinin vassallığını yenidən qəbul olunması 1-ci Axistan edib, düzdür. Deməli, kəsranələrin dövründə oldu 1, 1123, 3, 1173, 5, 1191 və yaxud 1190. Deməli, 1, 3, 5. Sonra Xanjı Arcıllıq. Hilat şəhəri yaxınlığında ərəb qoşunlarının Xəzərləri məğlub etməsi 737-ci il. Dərbənd və Şirvan hakimi Şəhriyarın ərəblərlə sülh müqaviləsi imzalaması 644-cü il. Cərmidan döyüşü 643-cü il. Ərəblər qalib gəlib Sasanilər. Ərəb qoşunları tərəfindən Bələncər şəhərinin tutulması 722-ci il. Arıcılığı bu qayda olaraq görəcəksiniz. Sonra baxırıq 27-ci sual. Bax uşaqlar, həm 1-ci Mahmud, həm 2-ci Mahmud. Hakimiyyət illərini bilmək lazımdır. 1-ci Mahmudun hakimiyyəti 1730-54, 2-ci Mahmudda 1808-dən 39-a qədər hakimiyyətdə olub. 19-cu əsrdə yaşayıb yəni. Xüsusi məktəb və kağız istehsal edən ilk müəssisəni açdıran 1-ci Mahmuddur. Biri A-dır. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsində nazirlik yaradan 2-ci Mahmuddur. 19-cu əsrdə. 2-yə B-dir. Hərbi len sistemi ləğv edən də 2-ci Mahmuddur. 2-yə B-lə C-dir. Sonra Timar torpaqlarının əvvəlki sahiblərinin qaytarılması səhvdir. Bu dövrdə müsadirə olunurdu. Məsələn, 2-ci Mahmud ləğv etmişdi. Qumbaratanlardan ibarət qoşun növünün yaradılması da ki, 1-ci Mahmuda aiddir. Deməli, 1-ci Mahmuda aid oldu A variantı və Y variantı, 2-ci Mahmuda aid oldu B variantı və C variantı. İnşallah bu sual 11-ci siniflər üçün nəzərdə tutulub və çox yaxşı sualdır, situasiyadır. Deyir ki, məsələn, 20-ci əsrin 30-cu illərində beynəlxalq vəziyyət gərginləşməsi Bosfor və Dardəniz məsələlərinin yenidən gündəmə gətirdi. Türkiyənin müraciəti əsasında boğazlar məsələsinə yenidən baxılmaq üçün İsveçrədə yeni bir konfrans çağırıldı. Türkiyənin bax 30-cu illərdə İsveçrədə konfrans çağırıldı boğazlara görə. Fikrimiz tam burada olur. Sonra Türkiyənin iştirak etmədiyi müharibə zamanı boğazlar bütün döyüşən tərəflərin hərbi gəmiləri üçün qapalı olur. Yalnız öz ölkəsinə qayıtmaq istəyən gəmilərə keçid verilir.
Türkiyə özünə hərbi təhdid hiss etdiyi təqdirdə müstəsna hüquqlar əldə edir. Konfransda Türkiyədən başqa bir sıra dövlətlər iştirak edir, Amerika iştirak edə bilmir. Almaniyadan başqa konfrans iştirakçıları yeni konvensiyanı imzalayır. Beləliklə 20-ci əsrin 20-ci illərində yaradılmış Boğazlar Komissiyası ortadan qalxır, Bosfor, Dardəniz üzərində Türkiyənin suverenliyi bərpa olunur. Uşaqlar, ümumiyyətlə 30-cu illərdə Türkiyənin xarici siyasətində ən uğurlu addımı bax budur. Bu da Montre konfransıdır. Burada deyir ki, mənbədə haqqında bəhs olunan konfransın adını yazın. 1936-da çağırılmış Montre konfransı. Bizdən bir dənə adını soruşur. Montre yazdıq, bəhs olur. Sonra mənbədə bəhs olunan konfransda Amerikanın iştirakına mane olan amili yazın. Biz bunu tarixi biliyimizə əsasən yazmalıyıq ki, 35-ci ildə Franklin Roosevelt Amerika tarixində birtərəflik haqqında qərar qəbul edir. Orada deməli birtərəf olduğuna görə bura qoşula bilmir. Yəni iştirak edə bilmir. Siz onu yazsaz 35-ci il birtərəflik haqqında qanun o doğru olacaq. 30-cu sual. Deyir mənbədə bəhs olunan konvensiyanın əsasında Türkiyənin boğazlarda əldə etdiyi üstünlüklərin mənbədə olmayan nəticəsindən ikisini yazın. Onda siz uşaqlar burada elə Montre konfransının özünü əzbər bilməlisiniz. 36-cı ildədir. Orada Qaradənizə çıxışı olmayan ölkələrin hərbi gəmilərinin üzülməsinin qadağan olunmasını yazmaq lazımdır. 1. Sonra boğazlara dair üstünlüyünün təmin olunması Türkiyənin mənbədə yazılmayıb tam olaraq o 2. Bildinizmi? Yəni bunları yaza bilərsiniz. Bəli uşaqlar, deməli bugünkü testimiz bu qədər. Artıq gecdir. Növbəti həftə həm 3-cü gün, həm də deməli 4-cü gün, daha doğrusu 4-cü gün, həm də bazar günü yenə baxacağam bu testlərə. Bəli. Sağ olun uşaqlar. Gecəniz xeyrə qalsın. Gedin siz amma kitab oxuyun. Yatmayın. Yatmaq yoxdur. İmtahana az qalıb. Sağ olun.